Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əziz rəhbərimiz İslam Peyğəmbəri haqqında buyurur, əgər Peyğəmbər bir yerdə zülmə məruz qalan birini görsəydi, ona kömək etməyincə rahat olmazdı. Peyğəmbərin həyatına nəzər saldığı görür ki, Peyğəmbərin həyatı mübarizə ilə keçir. Əgər Peyğəmbərin həyatını iki hissəyə bölsək, İslam gəlməmişdən qabaq və İslam gəldikdən sonra görür ki, hər ikisində Peyğəmbərin həyatı mübarizə ilə keçir və Peyğəmbər etdiyi mübarizələrlə fəxr edərdi. Zülmə etiraz etməyi ilə fəxr edərdi. Cahiliyyət dövründə, yəni İslam gəlməmişdən qabaq, mərd kişilər bir yerə cəm olub əhd-i peyman bağlamışlar ki, əgər o zamanın boyunyoğunları, zalimləri bir kəsin malına, haqqına təcavüz etsəydilər, o mərd kişilər o şəxsin haqqını geri almayana qədər o boyunyoğunlardan, zalimlərdən əl çəkməzdilər. Bu cəm tarixdə Həlful Fuzul adı ilə məşhurdur. Peyğəmbər də o zamanda bu cəmdə iştirak edib və zülm ilə mübarizə aparır. O zamanda dünyanın müxtəlif ölkələrindən tacirlər ticarət etmək üçün Məkkəyə gəlirdilər. Bir gün tacirlərdən biri öz malını Məkkənin zalim zadəganlarından biri olan As ibn Vailə öz malını satır və pulunu ondan ala bilmir. Hər nə qədər çalışır, pulunu ala bilmir və Məkkənin böyüklərinə müraciət edir, qapılarını bir-bir döyür. Heç kim bu tacirə öz haqqını almaqdan ötürü köməklik etmir. Bu tacir çarəsiz qalır, Əbu Qubeys dağına çıxaraq fəryad edir ki, mənim haqqıma zülm olunub, mənə zülm olunub, mən haqqımı tələb edirəm. Bu məsələ bir neçə mərd kişini çox ağır narahat edir. Onlar bir araya gəlirlər və qərara alırlar ki, Məkkədə heç kimə zülm olunmamalıdır, haqsızlıq olunmamalıdır deyib, zülmə qarşı çıxmaqdan ötürü əhd bağlayırlar. Dediyimiz kimi, Peyğəmbər də bu cəmdə olur və zülm ilə mübarizə aparır. Bu hadisədə diqqət çəkən məsələlərdən biri də budur ki, bir nəfərin zülm əleyhinə fəryad etməyi digər insanları zülmlə, haqsızlıqla mübarizə aparmaq üçün bir araya gətirir. Bu həqiqətən də belədir. Zülm əleyhinə fəryad etmək digər insanların qəlbində zülmə qarşı nifrət oyadır və bu da səbəb olur ki, insanlar zülm əleyhinə mübarizə aparsınlar. Biz deməyək ki, zülm əleyhinə bir dənə mənim etirazım heç bir təsir qoymayacaq. Hər bir kəs öz işini Allah üçün görsə, bilsin ki, o işi Allah özü görüb. Allahın gördüyü işin nəticəsinin qabağında heç bir qüdrət, heç bir varlıq dayana bilməz. Allahın qüdrətinə həqiqi sığınan insan deyə bilməz ki, mən zəifəm. Belə fikirləşən, belə düşünən insanın iman və etiqadında problem var. Mömin kişi, mömin qadın bilməlidir ki, Allah Taala hər bir şeyi əhatə edir. Və bu etiqad və imanla Allaha təvəkkül edir. Belə olanda insanın gözündə əzəmətli görünən dağa sanki səmadan baxır. Yəni bütün qüdrətlər onun gözündə cılız görünür. Dünyada Amerika kimi ölkə insanların gözündə məğlub edilməz görünür, amma İmam Xomeyninin gözündə Amerika cılız idi. Dəfələrlə Amerika məmurlarının İranı təhdid etməsindən sonra İmam Xomeyni rəhmətullah buyurur ki, Amerika heç bir qələt edə bilməz. İran İslam inqilabından sonra Amerika gəmiləri Fars körfəzinə gəlir, bu xəbəri İmam Xomeyniyə deyirlər. O zamanda da İran həm iqtisadi cəhətdən, hərbi texniki cəhətdən zəif idi, amma İmam Xomeyniyə bu xəbəri deyəndə İmam Xomeyni buyurur, gedin vurun. Biz bilməliyik ki, hər bir şey Allah üçün görsək, o işi əslində Allah özü görür və Allahın müqabilində heç bir kəs, heç bir qüdrət, heç bir varlıq dayana bilməz. Peyğəmbər İslamdan illər sonra da bu hadisəni xatırlayır və buyurur ki, mən hələ də o əhdi öz üzərimdə borc bilirəm. Yəni Peyğəmbər o işi ilə fəxr edirdi və Peyğəmbər belə deməklə o zamanda bir yerə cəm olub zülm əleyhinə çıxmağı ilə fəxr edirdi və bu işini də İslamdan illər sonra gəlib təsdiqləyir. Bu hadisə İmam Hüseyn əleyhissalamın zamanında da baş verir. İmam Hüseyn əleyhissalam da Muaviyə lənətullaha qarşı bu işi görür. Muaviyə lənətullah, Yezid lənətullah üçün beyyət almaqdan ötürü İmam Hüseyn əleyhissalama təzyiqlər edirdi. Haqq dinə təzyiqlər edirdi ki, batil təfəkkürü cəmiyyətdə yaysın. İmam Hüseyn əleyhissalam Muaviyə lənətullahın bu işinin qarşısını almaqdan ötürü cahiliyyət dövründə mərd kişilərin bir yerə cəm olaraq zülm əleyhinə çıxdıqları həmin bu metoddan istifadə edir. Şücaətli insanlar İmam Hüseyn əleyhissalamın ətrafına cəm olurlar və Muaviyə lənətullaha qarşı çıxırlar və Muaviyə lənətullah məcbur olur ki, geri çəkilir. İmam Hüseyn əleyhissalam da Peyğəmbər kimi zülm əleyhinə cəm olmağı bu iş ilə təsdiq edir. Dediyimiz kimi Peyğəmbər də bu iş ilə fəxr edirdi. Əgər Peyğəmbərin gözünün önündə bir xanımın əlini qolunu bağlayıb ona zülm etsəydilər və yaxud da bir kəsə haqsızlıq etsəydilər, Peyğəmbər çox narahat olardı və onun haqqını almayana qədər o zalimdən əl çəkməzdi. Zülmü, fəsadı görüb, ona susan insanların əməllərini Allah Taala pis adlandırır və belə insanlar Peyğəmbərlərin lənətinə mübtəla olublar. Allah Taala Maidə surəsinin 79-cu ayəsində buyurur: "Onlar bir-birlərini etdikləri pis işlərdən çəkindirmirdilər. Onların etdikləri nə pis işdir?
İmam Sadiq əleyhissalam bu ayənin təfsirində buyurur ki, bu ayədə Bəni İsraildən olan bu dəstəni məzəmmət edir. Onlar o kəslər idilər ki, günah məclisinə getmirdilər, günah məclisində iştirak etmirdilər. Amma o fəsad məclisi quranların, o fəsad törədən zülmkarların yanından keçəndə gülümsəyib keçirdilər. Onlara etiraz etmirdilər. Onları bu işlərdən çəkindirmirlər. Allah Taala belə insanları bu ayədə məzəmmət edir və belə insanlar peyğəmbərlərin lənətinə mübtəla olublar. Haqq əhlinin susqunluğu zülmün, fəsadın artmağına səbəb olur. Əksinə, zülmə etiraz etmək, fəsadla mübarizə aparmaq zülmün, fəsadın azalmağına səbəb olur. Haqq əhli bu iş ilə fəxr etməlidir, necə ki, peyğəmbər bu iş ilə fəxr edirdi. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.